Bugün Azərbaycan xalqı müasir dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə dərin ehtiram və sonsuz hörmət hissi ilə qeyd edir. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Onun zəngin və şərəfli həyat yolu, xalqımıza xidmət nümunəsi, dövlətçilik tariximizin isə ən parlaq səhifələrindən biridir. Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına, xalqın rifahına və dövlətimizin güclənməsinə həsr etmiş böyük şəxsiyyət idi. O, ölkəmizin ən çətin və taleyüklü dövrlərində xalqın iradəsinə arxalanaraq Azərbaycanı ağır sınaqlardan çıxarmış, sabitlik və tərəqqi yoluna aparmışdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan möhkəm təməl üzərində qurulmuş, beynəlxalq aləmdə layiqli mövqeyini tutmuşdu. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bugün də uğurla davam etdirilir. Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancaq həyatımın çox parlaq səhifələri də olubdur. Ancaq həyatımın çox ağır səhifələri də olubdur. Və bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlər sonra hamısı batıb gedəcəkdir. Ancaq bugün mən xoşbəxtəm. Bugün mən öz taleyimə minnətdaram. Böyük Allaha minnətdaram ki, mən o dövrləri yaşadım. Gəldim, Azərbaycan xalqı ilə bir yerdəyəm və bugün Azərbaycan xalqı üçün bu qədər dəyərli töhfə veririk. Dövlətçilik prinsiplərinə sadiqlik, milli maraqların qorunması, xalqla bağlılıq və vətənə sonsuz sevgi onun siyasi irsinin əsasını təşkil edir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır kəlamı isə hər bir Azərbaycanlının qürur mənbəyinə çevrilmişdi. Heydər Əliyev təkcə böyük siyasətçi deyil, həm də milli mənəvi dəyərlərimizin qoruyucusu idi. Təhsilə, elmə, mədəniyyətə və gənclərə göstərdiyi xüsusi diqqət gələcək nəsillərin inkişafına xidmət edən mühüm addımlar olmuşdu. Onun adı Azərbaycan xalqının yaddaşında daim yaşayır və böyük hörmətlə anılır. Azərbaycanda iqtisadi, maliyyə, bank sahəsində görülən işlər, aparılan islahatlar birinci ardıcıl xarakter daşıyır, mütəmadi xarakter daşıyır və dünya təcrübəsinə əsaslanır. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin maliyyə sistemlərinin, banklarının təcrübəsinə əsaslanır. Və bugün bəyan edirəm ki, Azərbaycan bu yolla bundan sonra da gedəcək. Xatirəsi daim qəlbimizdə yaşayacaq.